Salam, hər vaxtınız xeyir olsun əziz təbələr. Mən Fərid Qafarov. Bugün sizinlə belə bir fiqur ardıcıla bilməsində maraqlı bir sualın izahına baxırıq. Sualımız magistr model sualıdır. Deməli, bu sualımızı necə həll edirik? İlk öncə sualımızı yaxınlaşdıraq və verilmiş dairələri nömrələyək. Baxın, birinci dairə, ikinci dairə, üçüncü dairə. Eyni ilə bunu ortadan 1-2-3 də yaza bilərsiniz və yaxud yuxarıdan 3-2-1 də yaza bilərsiniz. Yəni, heç bir şey dəyişmir. Bir növbətdə də bunları nömrələyirəm dairələri. 1, 2, 3. Buradan da 1, 2, 3. Yenə 1, 2, 3. Verilmiş xətlərə tək-tək baxıram. Məsələn, bu xəttimiz birinci dairədə idi. Bir növbətdə ikinci dairədə oldu. Bir növbətdə üçüncü dairədə oldu. Yenidən bir növbətdə ikinci dairəyə qalxdı və yenidən bir növbətdə birinci dairəyə qalxmalıdır. O zaman diqqətlə baxanda həmin xəttin birinci dairədə olma ehtimalları A-da var, B-də var, bir də Y-də var. D variantını və C variantını çıxırıq buradan. İndi keçirəm bu hissəni silək ki, qarışıqlıq yaranmasın. İndi keçirəm məsələn ikinci bir xəttimə baxmağa. Bu xəttimiz diqqətlə baxanda ikinci dairədədir. Bir növbətdə bu 45 dərəcə fırlanıb, yəni sadə rəqəmin əksinə doğru döndərilib, olub birinci dairədə. Bir növbətdə yenidən bu 45 dərəcə sadə rəqəmin əksinə doğru fırladılıb, olub üçüncü dairədə. Bir növbətdə bu 45 dərəcə fırladılıb sadə rəqəmin əksinə doğru, olub yenidən ikinci dairədə. İndi bir növbətdə bu 45 dərəcə fırladılıb, olmalıdır birinci dairədə. Yəni, buradan diqqətlə baxın, ikinci dairədə oldu, birinci dairədə oldu, üçüncü dairədə oldu. Yenidən bu ikinci dairədə oldu. Bir növbətdə bu olmalıdır birinci dairədə. Cavab variantlarına baxsaq, həmin xəttimiz birinci dairədə olan B-də var və Y variantında var. Onu da buradan A variantını silərik. İndi əsas hissə, baxın diqqətlə buradan bu xəttimizi tapandan sonra fiqurumuzu yaxınlaşdıraq. Tapdığımız xətlərin üzərinə xətt çəkək ki, burada bizə neynəsin, qarşılıq yaranmasın. Bu xəttlərimizi tapmışıq. Bunları tapmışıq. Buradan da bunu tapdıq və bunu tapdıq. İndi diqqətlə baxıram bu kiçik olan fiquruma. Baxın diqqətlə bura. Fiqurumuz, xəttimiz buradaydı. Yəni üçüncü dairədə idi. Bu xəttimiz 135 dərəcə fırlandı bir növbətdə. Oldu burada. Və bunun təpə hissəsindəki fiqur dəyişdi. Rombuydu, oldu dairə. Yenidən bu 135 dərəcə fırlanır. Yəni 135 dərəcə fırlanır. 45 dərəcə fırlanır, olur burada. Bir dənə 90 dərəcə fırlanır, olur burada. Yəni, buradan diqqətlə baxanda görürsünüz. 135 dərəcə fırlanıb. Bu dəfə isə bunun təpə hissəsindəki xətt silinibdir. İndi yenidən biz buna diqqətlə baxsaq, həmin xəttimiz 90 dərəcə fırlanır, olur burada. 145 dərəcə fırlanır, olur burada. Baxın, bu formada baxsaq, buradan görmüş oluruq. Yenidən bunun biz gördük ki, bunun təpə hissəsi oldu nə? Romba qayıtdı. Yəni, təpə hissəsi romb oldu, dairə oldu, təpə hissəsində heç bir fiqur olmadı. Yenidən romb oldu, indi bu 135 dərəcə fırlanmalıdır, təpə hissəsində olmalıdır dairə. Biz bunu 135 dərəcə fırlatdığımız zaman, baxın diqqətin, 145 dərəcə fırladırıq, xəttimiz olur bu formada, bir dənə 90 dərəcə fırladırıq, xəttimiz olmalıdır burada. Və bunun təpə hissəsində olmalıdır bir dənə dairə. Cavab variantlarına baxsaq, buradan diqqətlə görərik ki, bu Y variantında verilibdir. Cavabımız olur Y variantı. Sağ olun, növbəti videolarda görüşənədək.